Salam, sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım. Studiyamızın həkim qonağı travmatoloq ortoped İlkin Əlizadədir. Əlaqə yaratmaq istəyənlər varsa diqqətlə dinləyin. Çünki bu gün çox mürəkkəb mövzuya hər zaman olduğu kimi, hər görüşümüzdə olduğu kimi toxunacaq. Amma xatırladıram, verilişimizin sponsoru Parazitalgin şərbətidir. Parazitalgin kapsulası və ümumiyyətlə məhsullara toxunmuş olsaq satışda apteklərdə yoxdur. Əldə etmək istəyənlər varsa Nərgiz Tibb Mərkəzinə müraciət etsin. Bu məhsullar pasiyentlərin hər birinə individual yanaşma sonrasında təyin olunur. Çəkinin yaş normasından geri qalması, iştahsızlıq, ürək bulanma, qusma, ağızdan suyun axması, ishal və qəbizlik, yuxunun pozulması, dişlərin qıcanması, öskürək və bu kimi əlamətlər qurd xəstəliklərinə aid edilir. Lakin bu əlamətlər digər xəstəliklərdə də var. Məhz ona görə Nərgiz Tibb Mərkəzinə müraciət edirsiniz. Əgər helmintlərdən, qurdlardan, parazitar xəstəliklərdən hər hansı bir şübhə varsa, var olan əlamətlər aid ediləcək. Həqiqətən altda yatan səbəb parazitar xəstəliklərdirsə, o zaman həkim təyin eləyəcək. Parazitalgin şərbəti uşaqlara görə, kapsulası böyüklərə görə təyin olunur. Təşəkkürümü bildirmək istəyirəm. İlkin doktor, xoş gördük sizi. Təşəkkür edirəm. Sabahınız xeyir olsun. Mən də tamaşaçılarımızı salamlayıram, bizi izləyənləri salamlayıram. Və demək istəyirəm ki, bugün biraz daha diqqətli olsunlar. Çünki mövzumuz hər zaman olduğu kimi daha genişdir, mürəkkəbdir, yanaşmalar fərqlidir. Bugün artrozlardan danışacağıq. O yüzden diqqətləri bizdə olsun ki, bu xəstəlik barəsində məlumatlı ola bilsinlər. Yaşlanmaq istəmirik. Zamanında biz deyirdik ki, bu və ya buna bənzər problemlər oynaqlarda, qığırlaqda, məsəl üçün degenerativ dəyişikliklər müəyyən yaş həddinə gəlib çatandan sonra olacaq. Amma baxıram ki, 30'lu yaşlarda, hətta onun altında indi təcrübələriniz nə deyirsə onu bizimlə paylaşarsınız. Oynaq qığırdağının degenerasiyası baş verir. Nədir səbəb? Siz nələri müşahidə edirsiniz? Oynaq qığırdağının degenerasiyası daha başa düşülən, daha bəsit desək, diz oynağımızı və ümumiyyətcə bütün oynaqlarımızı təşkil edən qığırdaqların kirəzləşməsi və yaxud da ki, aşınması səbəbindən, oynaq degenerasiyası səbəbindən yaranan bir xəstəlikdir artroz xəstəliyi. Ümumiyyətcə, artroz xəstəliyi idiopatik artroz dediyimiz, yəni heç bir səbəbi olmadan birincili olaraq hər hansı bir oynağı orqanizmdə ətkiləyə bilər, ona təsir edən və o oynaqda o xəstəliyi yarada bilər. Amma ikincili artrozlar, yəni altda yatan hər hansı bir səbəb olaraq ikincili yaranan artrozlar da mövcuddur. Bəs bu ikincili artrozların səbəbləri nədir? Bunlardan vaciblərindən məsələn travmatik səbəblər. Hər hansı bir vaxtda oynaqdan alınan bir travma onun qığırdağının degenerasiyasına səbəb ola bilər. Və yaxud da ki, keçən verilişdə danışdığımız diz oynağının içərisində menis yırtıqlarının olması oynağın artrozuna, qığırdağın zədələnməsinə gətirib çıxarda bilər. Bağ zədələnmələrinin olması oynağın artrozuna gətirib çıxarda bilər. Metabolizmlə bağlı pozuntular oynağın artrozuna gətirib çıxarda bilər və yaxud da ki... Yəni zamanla formalaşır. Və yaxud da ki, sistem xəstəliklər, tutaq ki, revmatoid artrit, qırmızı qurd deşənəyi, digər sistemik xəstəliklər olan xəstələrdə yenə ikincili artroz yarana bilər. Oynaqlara hər hansı bir cərrahi müdaxilə, xüsusən də post-travmatik, yəni oynaq daxili sınıqların, hansı ki, qığırdağın da prosesə cəlb olunması ilə baş verən sınıqlarda oynaq üzərində aparılmış cərrahi müdaxilələr ikincili artrozlara səbəb ola bilərlər. Ümumiyyətcə, çox aktual bir mövzudur. Bu günlər Amerika Birləşmiş Ştatlarında 7%, bu tam hələ net ən son rəqəmlər deyil, əhalinin 7%-ə qədərini, qonşu Rusiyada da bu rəqəmlər göstərilir və aşağı-yuxarı Azərbaycanda da əhalinin 7%-ni tutan bir prosesdir artroz xəstəliyi. Bəs nədən? Səbəbi nədə görürsünüz? Risk faktorları. Ən birinci bu günlərin bütün dünyada bir bəla dediyimiz obezite, artıq çəki. Mənə poliklinik müraciət edən diz və ya but çanaq fərqi yoxdur. Digər yüklənən oynaqların, yəni ayaq üstə duran zaman, gəzən zaman yüklənən oynaqların, artrozları ilə müraciət edən xəstələrin demək olar ki, 90-95% artıq çəkidən əziyyət çəkən xəstələrdir. Yəni, oynağımızın hər zaman deyirik bir müəyyən yük götürmək qabiliyyəti var. Və biz ayaq üstə olarkən gəzən zaman but çanaqdır, dizdir, aşıq baldır oynaqlarımızdır, bu oynaqlarımız yüklənir. Və obezite, artıq çəki, həddən artıq çəkinin olması oynağın
normal tutumundan, normal yük götürmə qabiliyyətindən daha artıq yüklənməsinə səbəb olur ki, bu da zamanla qığırdağın aşınmasına, degenerativ prosesinə gətirib çıxarda bilir. Obezite bizdən asılı olan bir səbəbdir. Yəni, biz istəsək, müəyyən diyetoloqla və yaxud da ki, özümüz diyet saxlayaraq öz çəkimizi kontrol altına ala bilirik. Amma bizdən asılı olmayan səbəblər də var. Məsəl üçün, bunlardan ən vacibi yaş. Artıq yaş, məsələn, 60 yaşın üzərində olmaq artıq qığırdaq degenerasiyası, yəni artroz xəstəliyi üçün növbəti bir risk faktoru yaradır. Onda belə çıxır ki, erkən yaşda müşahidə olunursa bu ikincili artrozdur. Bəli, adətən erkən yaşda daha çox kişilərdə, xüsusən də əgər erkən yaşlı artrozdan söhbət ediriksə, burada daha çox aktuallıq olur kişilərdə. Nəyə görə? Çünki kişilər daha çox travmaya məruz qalır. Onlarda menisk yırtıqları, yəni, bazı eləmələr travma? Sadəcə menisk nəzərdə tutursunuz. Biz hal-hazırda qığırdaqlardan danışırıq, amma zamanla qığırdaqda olan o problemi gətirib çıxaracaq yumuşaq toxumaların da şişməsi, problemi olması. Ümumiyyətlə, artroz yəqin ki, bu hər halda simptomsuz ötüşmür. Bəli, qığırdaqdan başlayaraq bütün oynağı təşkil edən strukturları, kapsulu, bağ aparatını, sinovial toxumanı, yəni oynaq içərisində olan bütün strukturları zamanla zədələyən bir xəstəlikdir. Kənarından osteofit dediyimiz kənardan sümük çıxıntılar yaranır və el arasındakı bu duzlaşma sözü də buradan formalaşır. Çünki artroz irəlilədikcə, indi biz mərhələlərindən də danışarıq, artroz irəlilədikcə, 3-cü, 4-cü mərhələyə keçdikcə, oynaq kənarlarından artıq sümük çıxıntılar yaranmağa başlayır və bizim el arasında da məşhur bu duzlaşma və yaxud da ki, kirəzləşmə sözü də buradan gəlir ki, oynaqdan sanki duzlar çıxmış formada rentgenoloji görüntüdə belə bir görüntü yaradır. Doktor, o zaman yəqin ki, ayırt etmək üçün insanlar hal-hazırda sizi dinləyərək artrozmu, artritmi, onu ayırt etmək istəyirlər. İndi ev şəraitində biz müəyyən məşqlər, terapiyalar, müalicələr aldığımız şəkildə özümüzü də müayinə edərək sizin qapınızda qəbul sırasında görə bilərik. Məsəl üçün, nədir o? İstirahətdə artır, azalır, həm istirahətdə, həm hərəkətdə. Bir balaca insanlara bu istiqamətdə fikir söyləsək. Artrozun, bəli, simptomları, yəni bizdə artroz varsa, evdə hər kəs özünü müayinə etsin. Bəli, nədən bilə bilərik? Artrozun ən dürüst əlaməti ağrı. Yəni, ağrı artroz xəstəliyinin, yəni mümkün deyilsə hər hansı bir yerdə artroz olsun, aşırı dərəcə artroz və burada ağrı olmasın. Hətta ilkin mərhələlərdə belə, erkən mərhələlərdə belə müəyyən zamanlarla keçib yenidən qayıdan ağrılar mümkündür. İndi bu ağrı hərəkətdə olur, yoxsa istirahətdə? Ən vacib simptomatikada, ən belə deyim, olan ağrı start ağrılarının olmasıdır. Start ağrısı nədir? Oturduğumuz yerdən qalxan zaman ağrımız olur. Start ağrısı budur. Yəni, xəstə müraciət edir. Günün istənilən saatında start ağrısı sayılır o? Bəli. Qalxdığınız yerdən, oturduğunuz yerdən, istirahət vəziyyətində hərəkətə başlayanda ağrı olur. Bir müddətdən sonra, bu start hərəkətindən sonra, bir müddətdən sonra ağrı azala bilər. Amma ondan sonraki dövrdə yenə hərəkətə davam ediriksə, oynaq yüklənirsə, yenidən ağrı simptomu ortaya çıxa bilir. Hər iki halda ağrılar olarsa, deyək ki, istirahət edirəm, ağrı var, hərəkət edirəm, ağrı var. Əgər istirahət vaxtı da hər hansı bir oynağınızda ağrı, artroza bağlı bir ağrınız varsa, o zaman keçmiş olsun. Nəyə görə? Bu artıq 3-cü, ən azından 4-cü dərəcəli bir artroz prosesindən... Artroz olmasa da artritlər və s. digər oynaq, nə qədər orada struktur... Ümumiyyətcə, artroz qığırdağın degenerasiyası. Artrit isə artıq orada iltihabi prosesin formalaşmasından xəbər verir. Və inflamasiya artdıqca ağrı simptomu da bəzən istirahət vaxtı, sakitlik vaxtında da olması mümkündür. Əvvəlcədən proqnoz verəcək həkimlərin sayı çox azdır, gəlin razılaşaq. Məsəl üçün, bugün əgər vərəmdən əziyyət çəkirəmsə, məni müalicə eləyən həkim ağırlıq dərəcəsinə görə və uzun müddət mənim müalicəmi eləyəcəksə, gec gəlmiş olsam belə, hər bir halda mənə xəbərdarlıq etməlidir.
bax, müalicə almasan sonu bu olar. Və ya indi hal-hazırda vəziyyətin budur, get oynaqlarını da kontrol etdir. Məsəl üçün, bütün bu məsləhətləri bizim ala biləcəyimiz həkimlərin sayı az olduğuna görə, ona görə mən sizə biraz öncə dedim ki, gəlin səbəbləri ardıcıl sadalayaq, özündə o xəstəlikləri görənlər dərhal oynaqların müayinəsinə getsinlər. Bu çox vacib bir şeydir. Mən istəmirəm 60 yaşında artrozla gəlsin. Bildiyimiz kimi, məsəl üçün, misal olaraq revmatoid artrit üzərindən danışarsaq, revmatoid artrit ilkin mərhələlərdə daha çox kiçik oynaqları zədələyir. Məsələn, səhərlər yuxudan duranda falanq oynaqlarında, barmaq oynaqlarında müəyyən tutulmalarla, düyünlərin əmələ gəlməsi ilə və inflamasiya ilə özünü göstərir. Amma zaman keçdikcə, proses irəlilədikcə artıq böyük oynaqlara yayılır və diz, but, çanaq kimi oynaqlar tutulmaya məruz qaldıqda artıq xəstənin revmatoloq müalicəsindən sonraki etapda, yəni ağırlaşmış olaraq bizə gəldikdə travmatoloq ortoped tərəfindən müalicəsi başlanılır. Dediyiniz kimi, təbii ki, burada bir həkimlər arasında bir əlaqə, əgər sən revmatoid artrit xəstəsisənsə, gələcəkdə böyük oynaqlarında tutulumlar baş verə bilər və bildiyimiz kimi revmatoid artritli xəstələr daha çox steroid preparatlarından istifadə edirlər ki, bu da qığırdağın zədələnməsində, degenerativ prosesin artırılmasında, hətta qığırdaqda geri dönməyən proseslərin yaranmasına səbəb olur ki, bizim bu çanaq və diz endoprotezi etdiyimiz xəstələrin böyük bir qismi əvvəlki anamnezində revmatoid artrit və yaxud da ki, digər sistemik metabolizmlə bağlı bir xəstəliklərin olması göstərilir anamnezində. Bir də metabolik problemlər deyirik, endokrin xəstəlikləri də bura əlavə eləyək. Bəli, qadınlarda daha çox postmenopauza dövründə, məsələn, ona görə biz yaşlı nəsildə artıq üstünlüyü qadınlarda təşkil eləyir, artroz xəstəliyi, cavan adamlarda, kişilərdə üstünlük təşkil eləyir və təbii ki, metabolizm pozuntusu olan hər hansı bir xəstəliyin səbəbi kimi bu proses ortaya çıxa bilir. Bugün uşaqları müayinəyə gətirirlər. Çünki travma ilə doğulanları da unutmayaq, bu çanaq displaziyaları və s. müəyyən yuxarı ətraf oynaqları mı deyim, aşağı baldır oynaqlarının anormallığı, anomaliyaları, bu şəkildə doğulan insanlar varsa, valideynlər gərək doğru qərar versin və daim uşağını travmatoloq nəzarətində tutmalıdır. Əlbəttə ki, Niyəsini ilkin doktor desin. Əlbəttə ki, mən bunu hər zaman deyirəm ki, ötən verilişlərimizdə də demişdim, indi də təkrar edim. Çünki bu çox vacib bir məsələdir. 4 ayına qədər bütün yeni doğulmuş uşaqlar bu çanaq oynağının UZM, yəni ultrasəs müayinəsindən mütləq şəkildə keçməlidir. Bu artıq bizim seçimimiz və yaxud da ki, gedək, getməyək, bu qərar deyil. Yəni, bütün valideynlər, artıq yeni ana-ata olmuş valideynlər bilməlidir ki, mənim uşağım 4 ayına qədər ultrasəs müayinəsində olmalıdır bu çanaq. Əgər mən 4 ayını keçmişəmsə, bu o demək deyil, bu sondur. 4 ayını keçmişsinizsə, 4 ayından sonra da bəsit bir ön-arxa rentgen görüntüsü ilə bu çanaq oynağında hər hansı bir displastik bu çanağın olması və oynaq çıxıqlarının olması çox asan şəkildə diaqnostika olunur və bu diaqnostika nə zaman erkən mərhələdə olursa, müalicəsi də bir o qədər biz tərəfimizdən asan olur. Digər tərəfdən uşaqların ən çox rutin müayinəyə gətirildiyi mövzular ətrafların deformasiyalarıdır. Mənim uşağım əyağını iç atır, mənim uşağımın ayaqları O formasındadır, məndə uşaqda ayaqlar X formasındadır, yeriyən zaman dizləri bir-birinə ilişir. Ən çox bizə müraciət olunan mövzular bunlardır. Biz o xəstələri müayinə edirik və xəstəliklər deməyim də o problemlərin, o müşahidələrin 90-95%-i uşaqların normal fizioloji inkişafında görülə bilən bir məsələdir və biz maarifləndiririk ki, hər hansı bir bu mövzular təbii ki, müayinənin nəticəsinə uyğun olaraq hər hansı bir patologiyadan yaranmayan bir iç atma və yaxud da ki, digər problemlərdirsə, biz onlara izah edirik ki, heç bir fizioterapiya, xüsusən də son zamanlar əhali arasında geniş yayılmış masaj məsələsi, uşağı apardım, masaj elətdirdim. Tam belə, doğrudan da gülüncdür. Bəli, ayaqqabıları tərs geyindirmək, 2 dənə pampersi üst-üstə geyindirmək kimi çox təəssüflər olsun ki,
hələ də bu metodikalardan istifadə olunur. Amma mən inanıram, niyə inanıram? Çünki artıq yeni son dövrlərdə valideyn olmuş insanlar daha çox araşdırırlar. Mən bunu həqiqətən çox sevinirəm. Çünki ortoped travmatoloqun nə olduğunu bilirlər. Uşağın hər hansı bir sınıqçıya, çıxıqçıya və yaxud da ki, ara həkiminnənsə ilk əvvəllər travmatoloq ortoped müayinəsində olması gərəkdiyini bilirlər. Həqiqətən bu mənim üçün sevindiricidir. Daha çox təəssüf ki, yaşlı nəsildə bu alternativ təbabətə və yaxud da ki, həkim olmayanlara... Alternativ təbabətə nə aidiyyəti var ki, ayaqqabını tərs geyindirməklə? Bu hansı protokolla hərəkət eləyir? Yəni, binasız bu müəyyən qrup həkimlər də çox təəssüf tərəfindən də məsləhət görülən bir şeydir. Yəni, çünki... Necə izah edirlər? Yəni, orada mexanizm nədən ibarət? Ayaqqabını tərs geyindirir. Uşaq ayaqlarını iç satır. Və ya pampersi 2 dənə, 3 dənə ayaqları aralı saxlamaqla. Bəli, o artıq bu çanaq displaziyalarında daha çox... Yenə də deformasiyalardır. Məsələn üçün, uşaq bir rentgen müayinəsində olubdur. Bu çanaq rentgeni müayinəsində olubdur. Oynaq başları hələ formalaşmayıb bu sümüyünün başını ki, bu normal olaraq 12 ayına qədər formalaşa bilər. Bu müəyyən qrup indi mən belə pis danışmaq istəmirəm. Həkimlərimiz görür və artıq bunun üçün müalicəyə başlayırlar 4 ayından, 5 ayından. Halbuki orada müəyyən xətlər var, dərəcələr var, cizgilər var. Onlar hamısı bir-bir ölçülməlidir. Bu uşaqda ümumiyyətcə risk qrupu varmı? Bunda displastik but çanaq varmı? Bunları etmədən sadəcə oynağın başlarını görmürük deyə başlayırıq uşağa abduksion karsetlər, 2 dənə pampers geyindirilməsi və yaxud da ki, digər müxtəlif alternativ metodlar, halbuki bu uşaqları incitməkdən başqa bir şey deyil. Və yaxud da ki, iç atma şikayəti ilə gələn hər hansı bir uşağa təsəvvür edin, bu daha çox qaynaqlanır. Uşaqların erkən yaşlarda iç atması, yeriyən zaman ayaqlarının iç atması bu sümüyünün boynunda bir antiversiyon çoxluğundan, yəni önə doğru dərəcələnməsinin çox olmasından qaynaqlanır. Problem yuxarıdadır, biz onu aşağıdan düzəltməyə çalışırıq. Ayağı iç atır deyə ayaqqabıları tərs geyindirir ki, ayaqları bayıra doğru zorlasın. Və yaxud da ki, hər hansı bir sərt istikli ortopedik ayaqqabı deyilən ayaqqabılar hazırlayırlar ki... Və bunu həkim eləyir? Çox təəssüf ki, eləyən həkimlər var. Bunun üçün daha çox mütaliə etmək, yeni protokollar nədir, bu deformasiyalar nədən qaynaqlanır, bunları bilmək lazımdır və araşdırıb daha, necə deyim, müasir yanaşma olan yerlərə müraciət etmək lazımdır. Övladına ayaqqabısını tərs geyindirərək böyüdən varsa, mənə yazsın. O şəkildə deformasiyanı aradan qaldıra bilibsə, mənə yazsın. Və ya məsləhət alıbsa, hal-hazırda tərəddüddədirsə, yenə də mənə yazsın. Bu problem, İlham xanım, indiyənə kimi aktuallığın araşdırım görüm. Bilirsiniz, səbəb nədir? Yəni, səbəbini də bilirəm ki, niyə bu hələ də bitmir? Çünki bu deformasiyaların çoxu, az öncə söylədiyim kimi, öz-özündən sağalır. Mənim yanıma gələn xəstə valideynlərinə izah eləyirəm ki, siz heç nə etməsəz belə, müəyyən yaşa qədər maksimuma kimi düzələcək. O zaman indi də bilirlər ki, ayaqqabını tərs geyindirdi deyə düzəldir. Amma daha öncə getdiyi bir həkim buna ortopedik bir ayaqqabı hazırlatdırıb və yaxud da ki, tərs ayaqqabı geyindirib və yaxud da ki, müxtəlif deratasyon şinalardan istifadə etdirib, amma bu öz-özünə düzəlir. Yəni, bunun səbəbi o deyil. Yəni, ayaqqabını tərs geyinmək və yaxud da ki, o şina və yaxud da ki, içlik deyil. Bu zaten öz-özündən düzələcəkdir. Bir də nəyə müşahidə edirəm, doktor, görürəm də, dost tanışlarda var. Uşaqlarda əgər dediyiniz o deformasiyalar varsa, həkimə belə getmək istəmir. Yaxınlarına, dostlarına belə danışmaq istəmir. Sanki uşağın o vəziyyətdə olmasından utanır, ayıbmış kimi çəkinir. Ola bilər, yəni uşaq deformasiyalı, anomaliyalı, anormal şəkildə normadan kənar, bir çox problem, bətin daxili inkişaf dində ola bilər də, heç kim sığortalanmayıb. Oldu, elə formalaşdı, elə dünyaya gəldi. Amma bir halda ki, bu deformasiyanın həlli yolu var, o zaman siz sevinməlisiniz, tam tərsinə. Bu nə kimi insana mənfi təsir göstərə bilər ki, üz güldürməkdən başqa? Siz bunu dediniz, məsələn, biz də biraz təbii ki, uşaqlarla mövzudan kənarlaşdıq. Artrozun risk faktorlarından danışdıq, artıq çəki. Artıq çəkili xəstələrin hamısına biz məsləhət görürük ki, çəkini azaldın.
və bir qəribə bir şey formalaşıb. Mən bilmirəm bunun nədir səbəbi. Xəstə arıqlayırsa, yəni artıq çəkili bir artroz xəstəsidir və yəni adam normal olaraq arıqlamağa başlayır. Xüsusən də rayon yerlərində, indi biz bilirsiniz Bərdə rayonuna, Qarabağ klinikasına müayinə üçün çox gedib gəlirik. Rayon cəmaatının psixologiyasını daha yaxşı bilirik. Əgər xəstə biraz arıqlayıbsa, artıq onda onkologiya barəsində düşünməyə başlayırlar. Yəni filankəs arıqladı, bu deməkdir ki, yəni bunda pis bir günə nəsə qaldı. Pis günə qaldı, bunda bir onkoloji 100% bunda bir onkoloji bir problem varmış kimi kənar fikirlər formalaşmağa başlayır. Və inanırsınız ki, o xəstə, hansı ki arıqlayan, özünün canının üçün arıqlayan bir adam bu fikirlərin necə deyim, təsirindən mi deyim, ucbatından mı deyim, olmasın mı deyim, arıqlamır. Yəni müəyyən yerə arıqlasa da orada stoplayır, dayanır. Yəni bu qəribə bir, necə deyim, rayon mən də cəmaatı həkimin dediyinin tam tərsindən bir-iki informasiya bu olmuş, bitmiş, hətta nəzəri biliklərimizlə belə bir informasiya ötürüm ki, artıq çəki hər bir halda hormonal balansın pozulmasıdır. Hər bir halda əgər kişilərdə bu artıq çəki varsa, bu qadın hormonudur. Digər bir halda kişi hormonunun azlığı qadın hormonunun yüksəkliyidir. Daha bir digər halda xərçəng və ya varsa ona bənzər şiş və s. onun qidalanmasına bir mühitdir. Yəni əksinədir. Sadala bitməyəcək. Yəni əksinədir. Bizi dinləsələr tez arıq olmaq, yəni bütün sağlamlıqdır. Siz insulin dirənci olmaq hətta olan xəstələr, şəkər xəstələri müalicə üçün, sonrasında çəki artırmamağı məsləhət bəli, ürək-damar sistemi xəstəlikləri üçün risk faktorlarıdır. Biz tərəfdən ortopedik praktikada artroz xəstəlikləri üçün risk faktorlar. Yəni o qədər risklər var ki, sizin kök olmamanız üçün. Siz yenə də yəni kök olmağı seçib daha çox özünüzə ziyan verməyi seçirsiniz yəni. Təkrarlayaq risk faktorlarını. Yaş 60-dan yuxarı, istisna hallar 60-ın altı. Bəli. Endokrin balansın pozulması, hər hansı bir anomaliya, anormallıq, displaziya ilə doğulan uşaqlar riskdir. Baxın, dinləyin, həkim görün sizə nə deyir. Bugün başqa hansı insanlar risk altındadır? Metabolik problemi olan. Oynaqlarında daha çox deformasiyalar olan, xüsusən də diz oynağında deformasiyalar olan dəfələrlə mikrotravma alanlar, ola bilər də peşə sahibləri, idmançılar və s. İşlə bağlı, peşəsi ilə bağlı, məsəl üçün diz üzərinə çöküb hər hansı bir iş görmək məcburiyyətində qalan adamlar. Yəni bunlar hamısı risk qrupundadır. Doktor, yanlış anlaşılmasın. Namaz qılarkən, məsəl üçün, davamlı dizi yerə qoyub, hətta zərbə ilə dizini yerə atanlar var. Yəni o insanlarda bu günlərim İlham xanım, bura gəlməmişdən bəli, bir xəstə müayinə etdim. Bu xəstə sırf olaraq artroz xəstəsidir. Diz oynağında aşırı bir artrozu var. Qızı mənə söylədi ki, anam səccəyə gedərkən diz oynağını bərk şəkildə yerə vuraraq bu şəkildə mən dini inancları çox da belə şey bilmirəm deyə çox o mövzuya müdaxilə eləyə bilmərəm, amma məncə diz oynağını yerə vuraraq daha çox savab qazanım və yaxud da ki, bunun daha çox dində yeri daha yaxşıdırmı deyə bunu etmək, yəni həqiqətən çox yanlış bir şeydir. Biz əksinə namaz qılan xəstələrdə əgər bir oynaq problemi, xüsusən də diz problemləri varsa və bunun dində də yeri var, onlara oturuqlu namaz qılmağı tövsiyə edirik. Yəni burada sonuçta əgər niyyətdirsə vacib olan, oturuqlu namaz qılanda da onlar bu, yəni necə deyim, öz ibadətlərini yerinə yetirə bilirlər. Təbii ki, o olmaz, o şəkildə davranaraq səcdəyə gedən zaman dizləri möhkəm şəkildə yerə vurmaq, daimi olaraq bir də bu gün ərzində 5 dəfə bir, ən azından 3-5 dəfə təkrarlanan bir prosesin nəticəsidir ki, oynaq davamlı şəkildə yüklənir. Doktor, indi burada ailə hekayəsinə, müalicəsinə gecikməyəcək, narahat olmayın. Ailə hekayəsinə toxunmuş olsaq, indi anada var, istərsiniz. İrsi meyliyi nəzərə alıb. Mütləq. Risk faktorlarından biridir. Anamnezində, xüsusən də yaşlı nəsil, yəni əvvəlki nəsildə artroz xəstəliyi olan xəstələr risk qrupuna girirlər. Və bu risk qrupunu təbii ki, irsi xarakter daşıyan risk qrupu az öncə söylədiyimiz bizim əlimizdə olmayan səbəblərdəndir. Biz hər hansı bir genetik dəyişim edə bilməyəcəyimiz üçün bu bizim əlimizdə olmayan bir səbəbdir. Amma bizim əlimizdə olan nədir? Yəni hər hansı bir oynağın profilaktikasını, artroz olmasın deyə profilaktikasını aparmaq üçün ən vacib məsələ
deyirsiniz ki, qızına nə məsləhət görürsünüz? Cavan adamdır, çəki kontrolu onun üçün daha rahatdır. O zaman siz risk qrupundasınız, artıq çəkinizi nəzarətə götürməlisiniz. Əgər hər hansı bir endokrin probleminiz varsa, zob, şəkər və yaxud da ki, digər mübadilə ilə bağlı bir probleminiz varsa, mütləq onu kontrol altında saxlamalısınız. Oynaqlarınızı yükləyən hər hansı bir səbəblər varsa, düzgün olunmayan idman belə, düzgün təşkil olunmamış idman belə oynaqların zədələnməsinə gətirib çıxarda bilir, artroz xəstəliyinə gətirib çıxarda bilir. Bu risk faktorlarına mütləq diqqət edib aradan qaldırmaq lazımdır. Doktor, mərhələli şəkildə bu rentgenoloji əlamətlərlə əsasən də özünü göstərən bir artrozdan danışırıqsa, onun inkişaf mərhələsində ayrı-ayrılıqda mərhələsinə uyğun simptomatikası var. Bəli. Və gəlin razılaşaq ki, bugün artrozlar, endoprotezə məruz qalan artrozlar hamısı evdə oturub, indi hal-hazırda da bizi izləyir, bizi dinləyir. Əməliyyatdan qorxuruq, endoprotezdən qorxuruq. İndi deyəcəksiniz, müalicəsi, əlbəttə müalicəni eləyirik, amma nə fayda? Artıq zədələnib, artıq deformasiya var, artıq qığırdaqda degenerasiya gedir. Yəni, bir sözlə, oynaqlarda qocalıb, qığırdaq da yoxdur, amma biz çalışırıq ora iynə vuraq, biz çalışırıq ora kök hüceyrəsi vuraq, biz çalışırıq nəsə eləyək ki, sanki o yenidən canlansın, yenidən qığırdaq əmələ gəlsin. Halbuki bu mümkün olan bir şey deyil. 50-liyə doğru gedənlər var. Onlara səslənin, doktor. Nə qədər ciddidir bu məsələ? Dünən bir xəstə müayinə etmişəm. 68 yaşlı bir qadın xəstədir. Oynağın bükülməsi, biz fleksiya deyirik. Normalda 115-dən yuxarı bir diz oynağı, 155-in üzəri bir diz oynağı bükülmə dərəcəsi olmalıdır. Oynağın qadında artroz o qədər irəliləyib ki, artıq ona heç dərəcələndirmə də mümkün deyil. 30 dərəcəni o tərəfə oynağın bükülməsi keçmir. 30 dərəcəni o tərəfə keçmir və qadının 68 yaşı var. Hələ də təklif olunan əməliyyatı doktor, mən düşünərəm deyir. Əməliyyat təklif olunur, xəstə yenə alternativ axtarır, yenə başqa bir müalicə axtarır, yenə hər hansı bir oynağa vurulan iynə, jel, söhbət təbii ki, bəli, daha aşırı dərəcə, 4-cü dərəcə bir artrozdan gedir. Yəni, mümkün deyil də, bunu yaradan bir şey yoxdur da. Bu olsaydı əgər, inanın ki, bu mütləq şəkildə bu məlumat bizə gəlib çatardı yəni. Və bizə çatardı, biz də o endoprotez əməliyyatından vaz geçib onu etməyə çalışardıq ki, yəni bu əməliyyatdır, bəli, açıq əməliyyatdır, həcmli əməliyyatdır, bunu etməyək. Bu daha asan bir üsul var, bunu edək. Bu təəssüf ki, yoxdur. Qığırdaq zədələndirsə, geri dönüşümü yoxdur. Bizim sadəcə bu prosesi yubatmaq üçün, daha aşırı bir vəziyyət almaması üçün müəyyən tədbirlər görə bilirik. Bu da daha çox erkən mərhələlərdə. Elədir. Qığırdaq yeyilməsinin, artroz xəstəliyinin radioloji olaraq 4 mərhələsi var. Bu, birinci mərhələdə daha az miqdarda oynaq aralığının bir-birinə yaxınlaşmasını müşahidə edirik. Burada heç bir osteofit çıxıntılar və yaxud da ki, digər problemlər görünmür. İkinci mərhələnin sonlarına doğru artıq çox az da olsa sümük çıxıntıların yaranması, oynaq aralığın daha çox azalması və yavaş-yavaş subxondral skleroz dediyimiz, yəni qığırdaq altındakı sümüyün sərtləşməsini biz görürük. Birinci, ikinci mərhələdə bizim xəstələrə təklifimiz daha çox təbii ki, konservativ dediyimiz dərman müalicəsi. Dərman müalicəsinə nəyə aiddir? Oral istifadə olunan, yəni ağızdan qəbul olunan və yaxud da ki, iynə şəklində istifadə olunan qeyri-steroid iltihab əleyhinə dərmanlardır. Yəni, bu dərmanlar oynaq içərisində olan inflamasiyanı, iltihabı azaldaraq xəstəliyin müəyyən bir remisiya dövrünə girməsini, yəni müvəqqəti sağalmasını və artritin keçməsinə səbəb olur. Doktor, az öncə vurğuladıq ki, yük düşür oynaqlara və s. və bugün endoprotez müalicə ən son sayılsa da metodikası, müalicə metodikası, eyni zamanda əməliyyat məsləhət görülməyən xəstələr də var. Onlarda necə o düşən yükü azaltma istiqamətində hər hansı bir əməliyyat aparırsınız? Yəni, xəstəyə əməliyyat seçim olaraq mümkün deyilmi? Sümük yönləndirmə və s. müəyyən lövhələr. Gəlmişəm, protez məsləhət deyil, yəni olmaz. Daha erkən mərhələdə, anladım. Daha erkən mərhələ. O yükü azaltmaq üçün. Bəli, mütləq. Siz travmatoloq olaraq Az öncə mən qeyd etdim,
Oynaqda əgər diz oynağında xüsusən bir deformasiya varsa, yəni varus deformasiyası dediyimiz ayağın qamış sümüyündən dizdən aşağı içəri tərəf və olan deformasiyası və yaxud da ki, dizdən aşağı bayır tərəfi olan deformasiyası, biz buna valgus deformasiyası deyirik. Bu oynağın yeriş zamanı, yük tutuşan zamanı yüklənməsini dəyişir. Yəni, oynaq sadəcə bir istiqamətdə yüklənir. Daha çox varus dizlər olur. Siz onu rentgende görürsünüz. Bəli, rentgenoloji topoqram dediyimiz orqanizmin çanaqdan topuğa qədər çəkilmiş bir rentgen müayinəsi vardır. Ayaq üstə çəkilir. Ayaq üstə, KT ilə uzanıqlı da çəkilə bilər, amma daha çox ayaq üstə çəkilir və bu ayaq üstə müayinə zamanı orqanizmə düşən oxun, bir oxun cizgisi, xəyali cizgisi çəkilir və ona uyğun biz təyin edirik ki, diz oynağı valgusda və yaxud da ki, varusdadır. Yəni, oynaq ya iç tərəfdən, ya da bayır tərəfdən aşırı yüklənir. Bu da erkən yaşlarda bir tərəfdən yüklənmə, həmin tərəfdə qığırdağın daha tez aşınmasına və erkən bir artrozun yaranmasına səbəb olur. Bu zaman mütləq şəkildə xəstədə sümük istiqamətləndirmə əməliyyatı dediyimiz, yəni yükü paylaşmanı normallaşdırmaq üçün xüsusi osteotomiya əməliyyatları, əgər bu valgus dizdirsə və yaxud da ki, varus dizdirsə, osteotomiya ilə oynağın, oxunu, tükən yükün istiqamətini dəyişməklə erkən əmələ gələcək bir artroz xəstəliyinin öncədən qarşısını almış oluruq. Mən təşəkkür etmək istəyirəm, doktor. Mən təşəkkür edirəm, çox sağ olun. Seçimdə yanılmamışam. İnşallah bizi izləyən tamaşaçılar da yanılmaz, doğru seçim etsinlər. Diləyək ki, insanlar bu problemlə qarşılaşmasın. Amma bir halda ki, oynaqlarımız var, bir halda ki, dediyiniz o risk faktorları, artıq çəkidən tut, ümumiyyətlə ailə hekayəsi və s. varsa, o zaman diqqətli olmalıyıq. Hər zaman xoşdur sizi dinləmək, minnətdaram Təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Gəldiyinizə görə.